Yoxsa yoxdur. Dəyərli və yorğun iştirakçılarımız, hamınızı salamlayıram. Hər şey həmən fələyin əli ilə nizamlanır. Lalə xanım çıxış eləməsəydi, mənim bu təqdimatım üçün zəmin yaranmayacaqdı. Bu həyatda Allah ən böyük, ən ali riyaziyyatçı olduğu üçün hər şeyi ölçür, biçir, hər şeyimiz onun əlindədir. Elə panteizm deyəndə də Yunancada yəni həm hər şeydə olan Allah, həm də hər şeyin Allah olması. Cuş qıl ey ki bilirsən özünü vaqif-i kar, agah ol gör ki nədir navle-i ney, nəğme-i tar. Seyyid Əzimin bu müxəmməsinin ilk bəndindən 2 misra əta elədim. Əda elədim daha doğrusu. Əta eləmək, bağışlamakta biraz böyük çıxır. Əda elədim. 3 istiqamətdə bu kiçik çıxışımı 3 paralellikdə aparmaq istəyirəm. Musiqi, poeziya və fəlsəfə. Buradakı paralellər də maraqlıdır. Bilirsiniz, indi burada oturanda xəyalıma gəldi. Düşündüm ki, böyük ehtimalla Seyyid Əzim Şirvaninin bu cuş qıl ifadəsi, yəni eşit. Cuş fars dilində qulaq deməkdir. Cuş qıl eşit. Ey ki bilirsən özünü vaqif-i kar, agah ol gör ki nədir nale-i ney, nəğme-i tar. Bu Mevlana Celaləddin Rumiyə iqtibasdır. Bilirsiniz ki, ədəbiyyatda bir nəzirə var, bir iqtibas var. İqtibas bir misranı, bir beyti alıb ona nəzərən bir şey yazmaq deyil, nəzirədir. İqtibas mövzunu alıb təkrar etməkdir. Ümumiyyətlə, Füzuliyə qədər artıq şərqdə hər şey deyilmişdir. Təsəvvür edin ki, Məhəmməd Füzuli özü təpədən dırnağa iqtibasdır. Təpədən dırnağa. Füzulidə orijinal nəinki mövzu, bir misra belə yoxdur. Özündən öncə Nizaminin, Mevlana'nın, Hafizin, Sədinin dedikləridir. Daha gözəl bir şəkildə ifadə edib onlara. Mevlana da ney səsini dinlə deyə başlayır. Beşno əz ney çün hekayət mi konət, əz cödayiha şikayət mi konət. Dinlə neydən çün hekayət eyləyir, ayrılıqlardan şikayət eyləyir. Nə üçün məhz ney? Axı Seyyid Əzim də deyir. Cuş qıl ey ki bilirsən özünü vaqif-i kar, agah ol gör ki nədir nale-i ney, nəğme-i tar. Sonra deyir, nədir o xüşk olan çubudə bu nalə uzar. Xüşk fars dilində quru deməkdir. Çub isə çubuq. Söhbət yenə neydən gedir? Deyir, bu qurumuş qamış parçasında, bu neydə? Bu nalə uzar hardandır? Bu ritorik sualdır, cavabsız sualdır, əslində baxsanız. Bu sualın cavabı onun o özündə gizli bir ağac parçası qurumadan musiqi alətinə çevrilə bilməz. Quruyarkən nə baş verir? O ağacın suyu çəkilir, adı üstündədir, quruyur. Və ney hardan gəldi? Qamışlıqdan. Qamışlıq deyə bir məkanlar var, bugün də var. Oradan qopardılar. Sonra üzərində unutmayaq bu sözü, qayıdacaq bu paralelə, 7 dəlik açdılar. 6-sı öndə, biri arxada. Quruduqdan sonra. Mənim evimdə bir ney var. Çala bilmirəm. Profesional musiqisi olmağıma rəğmən illərlə mən onu üflədim. Bir re notunu çıxara bilmədim ondan. Amma elə muzey eksponatı kimi evimdə müqəddəs bir əşya kimi durub. Hələ də onun qoxuluyla, iyiliylə ondan yanıq iyi gəlir. Elə bir materialdır ki, onu yandırmasan dəlmək mümkün deyil. Nə ilə, hansı bir şeylə dəlmək istəsən, o çatlayacaq. Bu yanmaq sözündə unutmayaq, burada gələcəyim.
deməli 7 yerdən dəlindi və yandırılaraq dəlindi. Daha öncə isə quruduldu. Qurudulmadan öncə qoparıldı. İndi paralellərimizi aparaq. Qamışlıq necə bir yerdir? Suyun içində olan bir yerdir. Quruda qamış yetişməz. Qamışlığa diqqət edin, suyun içərisində olur. Həmin su ana bətnidir. Ana bətnindəki körpə də suyun içində üzür. Doğulan kimi, yəni ana bətnindən qoparılan kimi, yəni o qamışlıqdan qoparıldığı kimi başlayır ağlamağa. Dünyaya gələkən insanın ilk fəaliyyəti ağlamaqdır. Həkimlər bunu, tibb elmi bunu sinəsinə dolan oksigen yandırır falan. Tamam da hər şeyin bir mənəvi tərəfi də var. Niyə ağlayır insan doğularkən? Niyə gülmür? Məhz ağlayır. Füzuli onu belə deyir. Məcnunun doğuluşunu yazır ki, doğularkən ağlayırdı və bu sözləri deyirdi. Söylərdi ki, ey cəfaçı dünya, bildim qəmini səninki çoxdur, qəm çəkməyə bir hərifi yoxdur. Gəldim ki, olan qəmin hərifi, təcrübə elə mənin zəif. Bu da Məcnun. Gələk 7 rəqəminə. İnsanın başında 7 dəlik var. Neydə də 7 dəlik var. Niyə məhz 7? Bunun kökündə məna aləmində, Nizami demişkən, filosoflar bunu eşq adlandırır. Çox qəribədir. O zamanlar fəlsəfə eşqin üzərində qurulmuşdu. Mən baxdım orijinala Nizamiyə, tərcümə də səhv deyil. Doğru tərcümə. Məhz filosoflar bunu eşq adlandırır deyil. Tələb, eşq, mərifət, istiğna, təvhid, heyrət, fəna. 7 mərhələ təsavvufda, irfanda, eşq aləmində 7 qapı. Neydə açılan məhz 7 dəliyin səbəbi həmin o hər bir dəlik bir məqamın daşıyıcısıdır. Bir məqamın daşıyıcısıdır. Mevlana ki deyir, dindən neydən üçün hekayət eləyir, ayrılıqlardan şikayət eləyir. İnsan məyərsə dünyaya gələrkən həmin ney kimi fəryad etməsinin səbəbi ayrılıqdan şikayətdir. Kimdən ayrıldı insan? Ana bətnindən mi? Xeyr, ana bətnində şuur olmur. Ana bətni ikinci qaranlıqdır. Ondan əvvəl bəzmi ələst. Qur'an-ı Kərimdə onun adı bir yerdə keçir. Surə-i Ərafda. Bismillahirrahmanirrahim. Ələstü birrabbikum qalu bəla. Ələs günü sizdən soruşdum, Rəbbiniz mənəmmi? Dediniz, bəli. Aşıq Ələsgər də deyir, Ələslidən bəli dedim, nə xoş kamaldı yük. Bu mənəvi yük dindən, skolastik, təməl ortodoks İslamdan qopub, Tanrıya daha yaxınlaşmağa, daha da yaxınlaşmağa cəhd edən aşiqlərin dinidir. Bu gəlib poeziyada, musiqidə və fəlsəfədə birləşir. Bir vəhdət halına gəlib. 3 məqamı, üzr istəyirəm, 3 paraleli birləşdirib, bir məqamda birləşdirən insan xüsusi, xas, əvvam yox, xəvas, xas məqamı sahibi olur, yəni ucalır. Şeiriyyatı, musiqini və düşüncəni, təfəkkürü insan-ı kamil formulunda birləşdirmək insana məqam gətirir. Bu məqam üsullu və üsulsuz olaraq bir janra çevrilib. Bugün sırf art, xüsusən də bizim Azərbaycanda incəsənətdir bu məqam. Yəni, təhrif şəklində biz ona muğam demişik. Məqamla dönüb. Əgər bu məqam sözü ərəb dilindəki, muğam sözü ərəb dilindəki məqamdan gəlməsəydi, o zaman niyə
Qeyri-müslim şərq xalqlarında muğam yoxdur. Niyə biri mukam, biri makam, biri makom, biri məqam, biri muğam deyir? Nə üçün? Mən indi o İslamdan öncə də muğamat var idi, şərqdə falan muğam sözü ərəb sözü deyil. İddialarını burada çürütmək fikrində deyiləm. Vaxtımı onlara sərf etmək istəmirəm. Fikir nədir? Üsullu və üsulsuz ölçülərlə qeyri-Qur'an, qeyri-dini ibadət. Baxın, əksər təsavvuf təriqətlərində, sufi cərəyanlarında ki, mən də onların bir neçə sektasına, ordeninə qeyri-rəsmi üzvəm, belə bir şey var. İbadət günləri cümə axşamı günləridir. Həftənin pərşənbə, 4-cü günləri. Niyə cümə günü deyil? Baxın, xristiyanlarda bazar günüdür, yahudilərdə şənbə günüdür, müsəlmanlarda cümə günüdür, sufilərdə cümə axşamıdır, cəm ibadəti, təkiyyə. Bu, İslamın əleyhinə mi getməkdir, yoxsa şəriyyətə olan hörmətdir? Məncə ikincidir. Ki, cümə günü biz ibadətimizi etməyək ki, cümə ibadətinə gedənlər rahat ibadətlərini etsinlər. Bunu ona qarışdırmasınlar deyə. O cümə axşamlarında nə baş verir? Dünyanın şərq yarımkürəsinin demək olar ki, %90'ında bax bugün, söz vaxtına çəkir, bugün cümə axşamıdır. Bu saatda başlayır təkiyyələr, ibadətlər. Sufi ibadətləri indi başlayıb. Bu dəqiqə sazlar, təmburlar, neylər, dəftlər hazır gözləyir. Pir öz məqamındadır, mürşidi kamil və müridlər də onun əmrini, işarəsini gözləyir. Sözün musiqiyə döndüyü an məqamın yaranışıdır. Söz musiqiyə çevrildiyi anda məqam baş verir, yəni muğam yaranır. Dedim, öncə son səmavi kitabın ayələrinə bir bənzətmə baş verib. Ərəb əruzunun ilkin dövrlərində rəzəz əruzu olub. Bunun bir adı da nəsr-i müsəccədir. Səcc fars dilində, ərəb dilində kəklik deməkdir. Kəklik oxunuşuna bənzəyən qafiyəli nəsr. Məsələn, Bismillahirrahmanirrahim. İzəş-şəmsi kuvvirat və izən-nücum kədərət və izel-cibəlis-suyrat və izən-məv'idətis-suilət bi-əyyi zəmbin kutilət. Diqqət etsəniz, son kəlimələr qafiyədir. Amma dəqiq ölçü yoxdur. Əruzdur, amma rəzəz əruzudur. Xəlil ibn Əhmədə qədər mövcud olan şeir şəklidir. Qur'anın oxunuşu, düzülüşü boşuna olmuyor. Bunun bir tarixi, milli zəmini var ərəblərdə. Onun bənzəri bizim kitabıda da qoyulur. Allah Allah deməyincə işlər olmaz, qadir tənri verməyincə ər baymaz, əzəldən yazılmasa qul başına qəza gəlməz, ölən adam dirilməz, çıxan can geri gəlməz, xanı dedi gümbə gələnlər, dünya mənim deyənlər, əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı, gəlimli, gedimli dünya, sonucu ölümlü dünya. Qafiyə var, amma dəqiq ölçü yoxdur. Mənim gəldiyim qənaətə görə üsullu muğamlar zikirdir, üsulsuz muğamlar duadır. Çünki dua daha bir adli bitumdur, daha bir sərbəstlik var. Azərbaycanlar və İrandan başqa dünyanın hər yerində sözlü muğamlar üsulludur. Yəni dəqiq metroritmik ölçüyə sahibdir. Azərbaycanda və İranda həmin o
zikr üçün istifadə edilən muğam, məqamlar, makomlar bizdə artıq zikirdən bir addım daha irəli, azad duvar şəklinə keçib. Sanki bu iki coğrafiyada zikrə və sükur halətinə, sükur ələ dilində səkirdən gəlir, sərxoşluq, ilahi məslik, doymuyublar. Bunu daha bir uzadıblar. 18-ci əsrin ortalarından sonra başladılar bunu dəstgah halına salmağa, modülyasif bir xarakter verdilər, müxtəlif məqamları birləşdirdilər, böyütdülər bunun həcmini. Bu incəsənətə çevrilmədən öncə, bu pul qazanmaq, para qazanmaq, həyat vasitəsinə çevrilmədən öncə bugün bizim paralelimizdə olan digər xalqlar kimi bir ibadət janrıdır. Bir müqəddəslikdir. Gələlim üçüncü şairimizin paralelinə. Deməli, Seyid Əzindən Mövlana'ya keçid etdik neyin məsələsində. İnsan da dünyaya gəlindiyi zaman o ana bətnindəki sudan qurtulur və quruyur. Bədən quruyur. Bu birinci qurumaqdır. İkinci qurumaq aşiqin, eşqin qurutduğu bədəndir. Ona Füzuli deyir. Ney kimi hər dəmdə bəzmi vəslivi yad eylərəm, ta nəfəs vardır quru cismimdə fəryad eylərəm. Bəzmi vəslini yad etmək nə deməkdir? Həmən o bəzmi ələsdir və ya Qurandan gətirdiyim istat. Quran-ı Kərim açıqlamır, o nə zaman olub, orada kim olub, Allah kimə buyurub ki, soruşub Rəbbiniz mənəm, onlar kimdir ona qalu bəla deyiblər, dedik, sənsən. Kimdir onlar açıqlamır. Bunu ancaq irfani ədəbiyyat açıqlayır. Diqqət edin, Quran-ı Kərimin dolayısıyla şəriətin, skolastik İslamın gizli saxladığı, açmaq istəmədiyi, böyük ehtimalla bilmədiyi həqiqətləri musiqi, şərqin musiqisi, şərqin ədəbiyyatı, şərqin fəlsəfəsi açıqlayıb. Elə buna görə də Mövlana'nın məsnəvisinin bir adı Qur'an-ı Mənzumdur. Yəni nəzmə çəkilmiş Qur'an. Və yaxud bu gün Anadolu'da bizim bildiyimiz saza, aşıq sazına telli Qur'an deyirlər. Telli Qur'an. Bu nə cürətdir bu sufilərdə, bu aşiqlərdə, ərbabi təsəvvüfdə bu nə cürətdir ki, Allahın son kitabına bu cür bənzətmələr yakışdırırlar. Deməli, bu bir məqam sahiblərinin gəldiyi qənaətdir. Bu qənaətdən qaçmaq olmaz. Aşağı yuxarı 1000 illik, ən az 1000 illik ərəb dilli, fars dilli və türk dilli şərq məqam dünya görüşünün özətini mən burada sizlə bölüşməyə çalışıram bu qısa zaman içərisində bu nacizanə cümlələrlə. Bu üç dildə yaranan məqam bugün musiqidir. Dünən təkcə musiqi deyildi. Çünki insan-ı kamil deyəndə orada sinkretik bir incəsənətə bənzər, sənətkara bənzər bir fiqur ortaya çıxır. Amma bu sənətkar deyil. Kamil insan Şah İsmail Xətainin məşhur dörtlüyündə belə ifadə olunur. Bir gün ələ almaz oldum mən sazım, ərşə dirək-dirək çıxar avazım, 4 şey vardır bir qarındaşa lazım, bir elm, bir kəlam, bir nəfəs, bir saz. Baxız, elm, kəlam, yəni şairlik, nəfəs, yəni avaz və saz. O nəfəsin bir ayrı vəsfi də var, bir ayrı vəsfi də var. İlahi nəfəs, pir nəfəsi, Məsiha nəfəsi. Bunlar bitmir, tükənmir. Burada bir qeyri-xəttilik hökm sürür. Burada bir qeyri-səlis məntiq meydana çıxır ki, bunu qonşumuz Türkiyədə çox gözəl ifadə edirlər, bulanıq mantıq. Yəni, səni bir yerə aparmayan məntiq və yaxud səni apardığı yerin sənə məlum olmadığı bir məntiq, qeyri-səlis məntiq və yaxud Heisenberg təlim. Nəsimi deyəndə ki, zərrə mənəm, günəş mənəm. Bax, o zərrə həmən o kvant aləmidir. Quantum leaps, həmən o kvant sıçrayışlarıdır. Ki, zərrənin nə etdiyini nə zərrə bilir,
nə o zərrəni müşahidə edə bilir. Kvant fizikasında bir müşahidənin pozuculuq qabiliyyəti var. Bu bilirsiniz nədir? Mikroskop altında zərrənin hərəkətinə baxıblar. O gedir bir panelin içərisindən bir zərrə 2 olur. Bölünmür, 2 olur. Elə ki, müşahidə etmək istəyirsən, bu necə baş verdi? O zərrə onu bilir. Səni gördüyü üçün o bölünmür. Çox maraqlı bir məqamdır. Bunu son illərin sınaqlarıdır, son 30 il, 40 ilin sınağıdır. Bu, həmən o Doktor Quantum adını alınmış bir Alan Wolf ismində bir alim var, Alman alimidir. Onu şeyə bənzədir. Həzrəti Adəmin və Həvvanın cənnətdəki ağaca toxunmağına bənzəyir. Toxunsanız qovulacaqsınız. Yəni, haqq var, amma sən ona müdaxilə edin. O səndədir. Eşqin təlimi, eşqin tərifi həmən o qeyri-müəyyənlikdə yadır. Varlıq sənsən, amma bunun idraki mümkün deyil. Sən onu ancaq sevə bilərsən. Yalnız eşqlə orada cilvə yaratmaq, orada rəvan olmaq olar, ruhi rəvan. Elmlə bu mümkün deyil. Ona görə Füzuli deyir ki, eşqidir hər nə var aləmdə, elmi bir qiyluqal imiş bildim. Baxın, elm bir qiyluqal. Qal nədir? Son olaraq bir epizod deyim sizə, anlataq, bunu paylaşaq, bitirək. Qal, Quran-ı Kərimdəki həmən qul, qalə sözündəndir. Yəni, danış, danışmaq, demək, anlatmaq. Yəni, zəkanın sözə çevrilə bildiyi nəsnə. Qal. Bizim el-obada da var da, deyir, qiyluqal eləmə. Bir də nə var? Q hərfinin başqa bir hərflə əvəzlənən şəkli. Belə, Mevlana Cəlaləddin Rumi öz dərgahında hələ şəms gəlmədən tələbələrinə fiqh elmi oxudurmuş. Atası Bəhaəddin Sultan Vələdin kitabları falan filan, ondan öncəkilər Sənayi Qəznəvidən, Molla Sədradan oxudurmuş. Bir hovuz kənarındaymışlar. Cami avlusunda tüşlədilmiş. Elə bu heyində qapılar taybatay açılır, bir qələndəri dərviş daxil olur həyətə. Qara geyimli bir dərviş, saçlar açıq, ayaq yalın. Kimdir bu əcəba? Şəmsdir gələn. Şəms gəlir, o kitablardan birini götürür, əlinə bucur. Soruşur, fars dilində bir münazərə olub orada, bir söhbət. İnce siğə. Bu nə deməkdir, bu nədir? Mevlana'dan cavab gəlir. İn qaləsdir. Bu qaldı, yəni elmdir, söz söhbətdir. Şəms həmən o qalın kitabı atır suya, hovuza. Ey vay, sən neynədin? Bu kitabdan bir nüsxə idi, bunu əziyyət çəkib yazıqlar falan. Əlin atıb Mevlana hovuzdan kitabı çıxaranda baxır ki, kitab nədir? Necə oldu gələndə? Qupqurudur. Qurud. O zaman Mevlana soruşdu. Pəs inçə siğə. Bəs bu nədir? Şəmsin cavabı. İmhaləst. Bu da haldır. Halə gəlmək, qaldan çıxmaqdır. Qaldan qopmadan hala gəlmək və məqama, muğama yetişmək imkansızdır. Ona görə deyir ki, nədir o xuşcu olan çubu-də bu naləbüzar ki, sədasından onun qarət olur səbr qərar. Açma sən pərdəni, hər pərdədə var 100 əsr. Hangi pərdədir o? Bu pərdədirmi? Bəli, bu pərdədir. Məna aləmində bu pərdə ilə tarın qolundakı pərdə arasında fərq yoxdur. Çünki ona da biz pərdə demişik. Buna da pərdə dedik. Pərdə nədir? Bir şeyin üzərini örtən. Tarın qolundakı pərdələr nəyi örtür? Niyə ona pərdə bağlayıblar? Niyə uca bağlamayıblar, kamançaya bağlamayıblar? Məhz tara bağlayıblar. Yəni onlara da bağlaya bilərdilər. Tarın başına gələn bu oyun, bu əcaib şuriş nədir?
pərdələnmək. O pərdələr açıldı mı, insan barmağı elə səslərə dəyir ki, o səslər bu klavyədə yoxdur. Mənim yaralı yerim qeyri-müntəzəm temperasiyadır, nədir? Amma daha dərinlərdədir məsələ. Gerçəkdən, məna aləmində daha dərinlərdədir. Həmin o qeyri-xəttilikdir, həmin o qeyri-müntəzəmlik. Əslində, qeyri-müntəzəm temperasiya ilə qeyri-səlis məntiq anlamına gəlir. Əvvəl-axır birdir. Bir oktava kimi bir şey düşünün. Doğuda başlayıb, doğuda bitir. İçərisində o bir oktavanın nə qədər səs olur olsun, sonda yenə sidən sonraki səs təkrarlanacaq. Bu, doğanın, təbiətin qanunudur, bunu pozmaq mümkün deyil. Amma məsələ doğuluşla ölümdə deyil, əvvəl-axırda deyil. Məsələ o doğuluşla ölüm arasındakı məsafədədir. Nə baş verirsə orada baş verir. Bismillahirrahmanirrahim. Huvəl-əvvəl, huvəl-axir, huvəl-zahir, huvəl-batin. O əvvəldir, o axirdir, o zahirdir, o batindir. Sağ olun. Heyf ki prezentasiyanız yox idi, fəqətli mənim. Maybe someone can translate. I don't know if you can help me, but I have a question I've been thinking about for a long time. So you know there is the Sufi word for vajd. Yeah. So in Central Asian maqam, when the music also rises to the height, they say auj or evaj. Is this word from the same root? Təxmin anladım, mənə biraz da dəqiq çevirin. Vücud sözüyle eyni köşküdür. Vücud, bədən, tən. Amma təkcə bədən yox, eyni zamanda ruh, ağıl. Vücud bütövlük deməkdir. Ona deyil. Ruhun, ağlın, bədənin birləşdiyi, bir olduğu mənada vücud. Spirit, mind, body, beden, beyin, ruh. Muğam ifası vasitəsilə bədən vücuda çevrilir. Ayrılan şeylər birləşir. During the performance of Muqam, everything was separated, connects together and expressed through the whole body, but it's connected together. Ona görə muğamlar əksər etibarilə dünyanın hər yerində belədir. Bəm pərdələrdən, mayedən daha səslərə doğru, kulminasiyaya doğru gedir. Vəcdə gəldiyi üçün bunu edir. Vəz nədir ki? Vəcdə gəlir, yəni cuşa gəlir. Trans. From the band, from the low to satur, and just it's philosophical, it moves all the way upwards and just upwards the sea. It is coming to the ecstasy. Bir də ona deyin ki, mən özüm praktik sufi olduğum üçün bunu öz vücudumda sınaqdan keçirmişəm, ona görə də. Professor is a practical Sufist at the same time. So he's kind of sharing his own personal experience into the whole thing as well. Sağ olun, çox sağ olun. Sual deyirəm, o başqa bir şey soruşdu. Dedi ki, Uyğur muğamında, musiqisində bir yeri var ki, deyirlər oc. O ocla vəcdin rabitəsi nədir? Övc, adətən fələk anlamında işlənir, övc-i əflak. Fələyin ən uca zirvəsi. Burada övc məsələsi, Saşa, nədir? Fələyi aşmaq. Fələk təqdirdir, qəza və qədərdir. Ondan qaçmaq olmaz. Amma eşq insanı fələyin övcünə çıxardır. Taleyə qarşı çıxır, taleyi özü yazır. Hüzuri deyir ki, sordum əhvalımı eşqində münəccimlərdən, baxdılar tale evinə, dedilər, qan görünür. O görünən bir şeyi pozan, silən, o övc onu silir. Vəhdət-i vücud həmən o vərzlidir. O vəhdətə yetişən insan kaderin yazdığını, ulduzların xəritəsini pozur, silir. Artıq ona heç bir şey təsir etmir. Nə mənfi, nə müsbət. O fələkdən asılı deyil artıq. Çünki fələkdən yuxarı nə var? Fələkdən yuxarı nə var? Fələkdən üstün bir şey var.
Allah. Allah varsa fələyin müdaxiləsi yalandır. Bu qədər. Allah yazanı heç kim pozmuşsa. Sizə də təşəkkür. Təbriklər. Çox sağ olun.